Parkinson xəstələrimiz var, hətta bizim referanslarımız da onlar. Yəni əllərini üzmüşdülər, çox ağır dərmanlardan istifadə edirdilər. Yəni çox pis vəziyyətdən Türkiyədə onu əməliyyata götürmüşdülər. Bizim bir distributerimiz var. O xanım inanmadı. Dedi ki, bu məhsullar mənə neyləyəcək? Bu aparat mənə neyləyəcək? İnanın ki, mən onu bir ay ona söz verib, bir ayda biz çox gözəl nəticə aldıq. O həkim, yəni həkimin qəbulunda da həkim ona dedi ki, 6 ay, 1 il ərzində sən bunları içsən, sənin bütün əsmələrin də kəsəcəkdir. Həm masajını etdik, həm məhsullardan istifadə edib, bəli, dünyada sağalmayan bir xəstəlikdir. Amma həqiqətən də Fohovda onun yəni çox gözəl İndi necədir? nəticələri var. Həmin xanım indi necədir? Yaxşı. Elə ki, Parkinson olmamış kimidir, yoxsa? Bəli, əsmələri falan kəsib, heç bir sadəcə onun miqreni də vardı yenə. O biraz özünü soyuğa verən kimi başlayıb biraz başı ağrımağa. Amma özünüz bilirsiniz də Orxan bəy, o ancaq 3 dəyərlə, 3 dəyərdir, çaydır, linjidir. Yəni bu insan tucenfudur, bu insan kəsmir də, yəni o məhsulları kəsmir. Yəni biz bir ara məhsullarımızdan biraz gecikərdi, amma Çox qəbul edir. Yəni bir ara məhsullar olmadı, hətta biz ona Rusiyadan gətirdik o məhsulları. Çünki burada məhsullar... Çox üzr istəyirəm. Hansı dəyərlərdir? Pul yoxsa sağlamlıq? Əlbəttə ki, sağlamlıq. O da xərcliyirdə pulu. O xanım maşınları var idi. Yəni məhsula görə yox, yəni başqa bir şeyə görsə, ən çox da dedi ki, mənim əlimdə pulum olmalıdır ki, mən o məhsulları alım. Yəni maşınları var idi, onu belə satdı. Dedi ki, mən məhsul əslində əsas mənim canımın sağlamlığıdır. Çünki onu Türkiyədə İbrahim Tatlıses'in həkimi var. O ona demişdi ki, həm ürəyinə, həm başına aparat qoyulacaq. O məhsulları içdi, 6 aydan sonra o Türkiyə qızının yanına getdi. Yəni qızı da tanınmış adamlardan biridir Türkiyədə. Yəni çox belə aktyorlarla falan işləyən bir xanımdır. O həkimə apardı anasını, biri də yoxlanışa. İçəri girəndə həkim deyib ki, mən elə bildim ki, sən əməliyyata gəlməmsən, ölümüsən.